Doktor Rafiq Dəmirçalov, lor cərrahı. Rafiq Dəmirçalovun təhsili. Qeyd etməliyik ki, doktor Rafiq Dəmirçalov 5 mart 1964-cü ildə Gürcüstanda doğulmuşdur. Operator doktor Rafiq Dəmirçalov 1987-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 1987-1992-ci illərdə Rusiyanın Rostov vilayətində mərkəzi xəstəxanada lor həkimi işləyib. 1990-cı ildən 1992-ci ilədək Volgodonski mərkəzi xəstəxanasında lor şöbəsinin müdiri vəzifəsində işləyib. 1989-cu ildə Rostov həkimləri təkmilləşdirmə kursunda, 1990-cı ildə isə Kazan həkimlərin təkmilləşdirilmə kursunda iştirak etmişdir. 2002-ci ildə Türkiyənin Ankara şəhərində Hacəttepe xəstəxanasında endoskopik lor cərrahiyyəsi üzrə təkmilləşdirmə kursunda olmuşdur. 2005-ci ildə Yaroslavl Təkmilləşdirmə İnstitutunda lor endoskopik cərrahiyyə kursunu keçmişdir. 2016-cı ildə Tehran şəhərində Dev Hospitalda təkmilləşdirmə kursu keçib. Doktor Rafiq Dəmirçalovun əmək fəaliyyəti. O 1992-2000-ci illərdə Bakı şəhərində Mərkəzi Hövzə xəstəxanasında lor həkimi işləyib. 2001-2009-cu illərdə Leyla Şıxlinskaya klinikasında şöbə müdiri vəzifəsində çalışıb. 2009-2014-cü illərdə Oksigen klinikasında baş həkim və lor həkimi işləmişdir. 2014-2015-ci illərdə Medera Hospitalında direktor və lor həkimi işləyib. 2015-2016-cı illərdə Grand Hospitalın baş həkimi və lor həkimi işləyib. 2021-ci ildən Bakı Sağlamlıq Mərkəzində peşəkar fəaliyyətini davam elətdirir. Dil bilgisi Azərbaycan, Rus və İngilis dillərində bilir. Doktor Rafiq Dəmirçalovun tibbdə əsas fəaliyyət və maraq istiqaməti haqqında bunları qeyd etmək olar. Kəskin və orta qulaq iltihabı, burun tıxanması, estetik burun əməliyyatları, adenoid cərrahiyyəsi, qırtlaq əməliyyatları, eşitmə pozğunluğu, koxlear implant, qulaq, burun, boğaz infeksiyaları, üst çənə cərrahiyyəsi, tənəffüs yolu infeksiyaları, burun əyriliyi, uşaqlarda burun, boğaz, qulaq xəstəlikləri, angina, burun əti problemi, hava yolu, tənəffüs borusu darlıqları, eşitmə xəstəlikləri, danışıq və səs pozğunluqları, qulaq xəstəlikləri, səs xəstəlikləri.